Bəli, Allahın adı və yadı ilə keçmişin izi və Sarxan bəyə salamlar deyirəm ilk öncə. Və bunu deyim ki, mən Güney Azərbaycanın Təbriz əyalətinə bağlı olan Qaradağ mahalının Horand rayonundanam və bütün Azərbaycana və o cümlədən Qarabağ əhalisinə hamısına salamlar deyirəm. Mənim burada, yəni öz rayonumuzda Horand rayonunun Peştab kəndindən atamın doğma iki əmisi Fərəd və Ağakişi adında təxminən 100 il bundan qabaq, 105 il bundan qabaq, 100 ildən az deyil, belə deyə bilirəm, çıxıb gediblər Qarabağ məqsədi ilə və onların harda yaşadığı tam dəqiq bəlli deyil, ancaq yaşlılarımızın dediyi əsasən deyəsən Ağdama gediblər. Və təəssüflər olsun, bilmirik onların övladları harda yaşayır. Fərəz və Ağakişi adında ailəli imişlər buradan gedən zaman və uşaqları da varmış. Ancaq uşaqlarına görə sözlər bir neçə cürə deyirdiyinə mən ona görə demirəm. Uşaqlarının adlarına və ya bəzən deyirlər Fərəzin uşaqları buradan gedəndən sonra ölüb, həyat yoldaşı boşanıb gəlib, yenidən orada kimində ailə qurub və bəzi yaşlılar da deyir ki, yox, o cür olmaya, belə gedib işqa etmək və soyadları, familiyanları tam dəqiq nə olub bilmirik. Çünki o vaxtlar, buradan gedən vaxtlar bizim yerdə kimlik vəsiqəsi və soyad, familiyan təyin olmazmış. Mənim araşdırdıqlarıma görə 93 il bundan qabaq bizim yerdə kimlik vəsiqəsi verilib və soyad təyin olub. Və ona görə də tam dəqiq deyə bilmirik ki, familiyanları nə olar, ancaq güman edirik ki, Qəhrəmanov olar. Çünki babamgilin atasının adı Qəhrəmanımış və bunlar uşaq vaxtda atalarını itirmişmişlər, dünyasını dəyişmişmiş və babamın nəsli, babamın atasının adı ilə familiyan seçibdir. Onlar da orada atalarının adı ilə seçsə Qəhrəmanov olarlar. Babalarının adı ilə seçsələr Həzrət Qulu bəymiş və bəy nəsliymiş babamgil. Bilmirik, indi orada nə familiyan seçiblər, o da ki, Allah bilir. Və bildiyim məlumat bu qədərdir və sizdən əziz Azərbaycanlılardan və o cümlədən Qarabağ əhalisindən xahiş edirəm ki, yaşlılardan maraqlanmaqla və əllərindən gələni əsirgəməsinlər. İnşallah onların nəslini, övladlarını, nəvələrini tapaq ki, mənim elə bu cür deyim də, ürəyimdə həmişə bir sual olur, elə bir parçam itibdir, tapıramda belə rahat olmuram ki, onlar görüm necə oldu, hara getdilər, onların nəsli harada yaşayır, kimdilər və ruzigar olaraq necə keçdi, belə deyim. İnşallah ki, sizin köməkliyinizlə, inşallah onların övladlarından xoş xəbərlər taparıq və təşəkkür edirəm yenə də hamınızdan ki, paylaşın bu videonu və köməkliyi olsun bizə. Çox sağ olun və Sarxan bəydən də dərindən öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allah canını sağ eləsin. Bu, belə deyim də, humanitar işdə və xeyirxahanə bir işdə belə bu səhifəsi bunun işləyir və yardım göstərir gücündən, əlindən gələr. Çox sağ olun, hələlik.